Ukrayna prezidenti Volodymyr Zelenski bugün İsveçrənin Davos şəhərinə gəlib və Dünya İqtisadi Forumunda iştirak edir. Forum çərçivəsində o, ABŞ prezidenti Donald Trump ilə görüşəcək. Görüşün əsas mövzusu Ukraynada davam edən münaqişənin həlli, təhlükəsizlik zəmanətləri və ölkənin gələcək bərpa planlarıdır. Bu tədbirdə həmçinin Donald Trump tərəfindən yaradılmış Sülh Şurası müzakirə olunacaq. Şura ilkin olaraq Qəzza bölgəsi və digər konflikt zonalarda sülh prosesini dəstəkləmək məqsədini daşıyır. ABŞ administrasiyası artıq bir sıra ölkələri bu şuranın üzvü olmağa dəvət edib. Azərbaycan, Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Özbəkistan, Macarıstan, Argentina və bir çox ölkələr dəvəti qəbul edib. Gürcüstan isə bu mərhələdə Sülh Şurasına dəvət olunmayıb. Rəsmi açıqlamalara görə bu qərar Şuranın fokusunun birbaşa münaqişə zonalarına və oradakı strateji güclərə yönəlməsi ilə izah olunur. Gürcüstanın münaqişədə birbaşa iştirak etməməsi və beynəlxalq sülh təşəbbüslərində daha çox BMT və Avropa İttifaqı kimi klassik strukturlar vasitəsilə iştirak etməsi də bu qərarda rol oynayıb. Zelenskinin Davos səfəri əvvəlcə enerji və təhlükəsizlik səbəbləri ilə qeyri-müəyyən idi. Lakin o, forumda iştirak edəcək və beynəlxalq liderlərlə birbaşa danışıqlar aparacaq. Bu görüş Ukrayna münaqişəsinin həllinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək. Beləliklə, Davos forumu həm Ukrayna üçün, həm də regional siyasət üçün kritik əhəmiyyət daşıyır. Gürcüstanın Sülh Şurasına dəvət olunmaması isə ölkənin mövqeyini və geosiyasi prioritetlərini əks etdirir.